Xoş gördük əziz dinləyicilər. Bəlkə bir ay bundan əvvəl mən sizə belə bir məlumat vermişdim ki, nəhayət Türkiyə ilə Ermənistan arasında Markara keçid məntəqəsi açılacaq. Bunun üçün martın 1-ni ünvan kimi göstərmişdilər və bu proses düzdür Azərbaycan tərəfi belə özünü aparır ki, Türkiyə Azərbaycanla buna məsləhətləşməlidir, bunu bildirməlidir. Xeyr, belə bir məsələ yoxdur. Və bu keçidin açılması məsələsi martın 1-dən deyilmişdi. Amma bu günləri bəlli oldu ki, artıq humanitar əsaslarla o keçid məntəqəsi açılıb və açıldıqdan sonra da bu formada da davam edəcək. Mən xatırlayırsınızsa deyirdim ki, Erdoğan siyasəti elə bir siyasətdir ki, yəni doğrudan da bu məsələdə haqlıdır və bu yolun açılması birbaşa, necə deyirlər, Azərbaycan üçün də, Qafqaz üçün də yaxşı bir məsələdir. Burada Ermənistanı siyasi cəhətdən Rusiyanın əlindən almaq planıdır ki, artıq bunu Türkiyə etmiş oldu və nəhayət Ermənistanla Türkiyə arasında keçid məntəqəsi açıldı. Ermənistanla Türkiyə arasında əlaqələr yarandı və bundan sonra artıq Türkiyə demək olar ki, Qafqaza bir addım da girmiş oldu. Bu sülh Azərbaycanın müharibəsindən sonra artıq Ermənistanla Azərbaycan arasında heç bir problem qalmamışdı. Sadəcə sülh sazişinə gedilmirdi. Amma bizdə isə 5-ci kolon, bilirsiniz ki, Utkovun Azərbaycana gəlməsindən sonra, Amerikanın Rusiya üzrə nümayəndəsinin Azərbaycana gəlməsindən sonra bizdə müəyyən bir sülh məsələləri ortaya çıxdı. Ermənistan bütün sazişi demək olar ki, 17 maddənin 17-sində də artıq razılaşdığını bildirdi, amma yenə də siz baxırsınızsa Azərbaycan televiziyalarında Azərbaycan o 5-ci kolonu və yaxud da Azərbaycana bilirsiniz ki, bu yaxınlarda Utkovdan sonra tez tələsi Rusiya nümayəndələri gəldi. Həmişə belə olur. Azərbaycanla Avropa və yaxud da ki, Türkiyə və yaxud da Amerika nə isə razılaşanda o saat Rusiyanın Valentinaları burada bitməyə başladı və başladı ordenlər paylamağa. Yenidən, niyə orden paylayırsan ümumiyyətlə? Yəni, orden kimə verilir? Orden o dövlətə işləyənə verilir də, yəni bunun başqa bir adı yoxdur. Ordenlər verildi və yenidən Azərbaycana təzyiqlər edildi ki, nəyin bahasına olursa olsun Ermənistanla sülh sazişinə getmək olmaz. Və nəhayət başladılar yenidən Ermənistan atəşkəsi pozur, Ermənistan atəşkəsi yenidən bizə Basarkeçər rayonuna atəşə tutub, mənim əzlərim yoxdur belə bir şey. Mən sizə bu barədə məlumat vermişdim. Yenidən müharibə eyforiyasını yaratmaq, bax görürsünüz, bu tərəfdən sülh deyir, bu tərəfdən atəş açır, belə deyil. Həqiqətən də bugün Ermənistan tərəfi hər şeydə demək olar ki, razılaşıb, 17 maddəni də razılaşıb, amma bu tərəfdən də Ermənistan tərəfini belə göstərmək istəyirlər ki, görürsünüz, buradan sülhə hazırlaşır, bu tərəfdən də atəşkəsi pozur. Belə bir şeylər yoxdur. Və yenidən məsələni qaldırırlar ki, Hindistandan silah alır, Amerikadan silah alır, oradan silah alır. Gücə baxın, Ermənistan Hindistandan Pinaka raketləri alır. 3 dənə Pinaka raketi ilə müharibə etmirlər, insanları aldatmayın. Aldatmayın. Bugün Ermənistan Azərbaycanla müharibə aparacaq gücdə deyil. Və yaxud da ki, bu yaxınlarda bilirsiniz, bəlli oldu ki, Amerikanın Almaniyada olan qoşunu Ermənistana gələcək təlim üçün. Sentyabrda çıxıb gedəcəklər. O saat Rusiya narahat oldu. Zaxarova tez bir zamanda yenə mikrofonu götürdü əlinə. Əgər Amerika ora gələrsə Qafqazda təhlükəsizlik pozular. Qafqazda təhlükəni həmişə Rus yaradıb. 200 ildir Qafqaza təhlükəni Rus yaradıb. Ermənini də Rus yaradıb. Ermənistanı da Azərbaycan üstə Rus salıb. Azərbaycan xalqını soyqırıma məruz qoyan da Rus olub. Nə oldu? Təhlükədən narahat olublar. Rusiya narahat olub. Rusiyanın təhlükəsizlikdən narahat olması absurddur, axmaqlıqdır. Sadəcə olaraq yenə də qorxurlar, Qafqaza Türkiyənin gəlməsindən qorxurlar, Qafqaza Amerikanın gəlməsindən qorxurlar, Qafqaza Avropanın gəlməsindən qorxurlar və inanın mənə, Avropa Qafqaza girərsə nəhayət bizim canımız qurtarar, bir insan olaraq canımız qurtarar. Burada kimlər söz şəxsi mənafiyi üçün bunların üstündə həkəm dura bilərlər. Yenidən mən o məsələyə gələm ki, mənə çox tez-tez sual verirlər ki, bəs müharibə olacaqmı? Mənim müharibənin olması heç bir şərait yoxdur. Sadəcə olaraq sülh
sülhə getməmək üçün Azərbaycan televiziyaları 5-ci kolonun əli ilə, Rusiya ruporlarının əli ilə amandı qoymayın müharibəyə hazırlaşır, amandı qoymayın bizlə sülhdən razılaşır, amma bu tərəfdən bizə atəş açır. Təsəvvür edin, buna görə də Ermənistanın baş naziri bildirdi ki, atəşkəs əgər doğrudan pozulubsa, təsəvvür edin, Ermənistan xəbəri yoxdur atəşkəsin pozulmayından. Deyir, atəşkəs əgər pozulubsa, gəlin nümayəndə yaradaq. Siz görürsünüz bu məsələmizi. Gəlin nümayəndə yaradaq. Bəli, gözəl. Gəlin nümayəndə yaradaq, görə atəşkəs hardan pozulur. Sərf edirmi bizə? Xeyr, sərf eləmir. Çünki atəşkəs bizim saytlarda pozulur. Və bu bizim televiziyalarda deyilir atəşkəs pozulur. Qarşı tərəfdən atəş kim pozar? Kim pozar? Bugün Ermənistanın o gücü yoxdur. Yenə deyirəm, mən Ermənistanı tərifləmirəm. Ermənistan bizim mənfur düşmənimizdir. O başqa bir məsələ. Amma bitdi də 100 illik müharibə Fransa ilə İngiltərə arasında getdi. Bitdi də bu günlər İngiltərə ilə Fransa dostdular, əməkdaşlıq edirlər. Siyasi baxımdan bir-birinə nifrət edirlər. Amma bitdi də, qardaş, ömürlük müharibə mi elə, ömürlük Kasımın balası mı qırılsın? Bir dənə varlığın evində Azərbaycanın şəhid bayrağı açıldı mı? Yox, açılmadı. Nə istəyirsiniz bu millətin canından? Tutarın da yazıq daxı bu Kasımın bir dənə balası var, ona da uşaq pulu vermirsiniz, gedin öldürək. Niyə edib də sizə bu Kasım balası? Məsələ budur. Artıq yenə deyirəm, Türkiyə ilə Ermənistan arasında Markara keçid məntəqəsi nəhayət açılmış oldu. Bu artıq Azərbaycan televiziyaları yenidən Türkiyəni vurmağa başladılar. Yenidən Türkiyənin əleyhinə artıq başladı. Bu bizlə razılaşdırma xeyr. Razılaşdırılmamalıydı. Çünki Azərbaycan əvvəldən bildirmişdi ki, artıq bizim Ermənistan ərazisində heç bir torpaq payımız yoxdur və artıq Türkiyə bu məsələdə azaddır. Və Türkiyə də buna iyul ayında 2024-cü ildə bildirdi ki, atəşkəsə, daha doğrusu sülhə qeydsiz şərtsiz gəlin və təsəvvür edin, Ermənistan Türkiyəni dəstəklədi, biz dəstəkləmədik. Ona görə də Türkiyədə bir dövlət olaraq, onun da öz maraqları var oranın açılmasında, bir dövlət olaraq baxır, görür ki, bizdə 5-ci kolon Rusiya ilə gedir. Niyə görə Türkiyə bu 5-ci kolonun qurbanı olmalıdır və yaxud da o da 5-ci kolondan getməli? Niyə? Bu günləri Türkiyə Rusiyanın rəqabət aparan bir dövlətdir və Qafqaza girmək istəyir. Necə ola bilər ki, öz rəqabət istəklərindən vaz keçsin? Kim keçər bunu? Və Türkiyədə keçmir. Və bununla da Ermənistanı siyasi baxımdan, necə deyərlər, təhlükəsini qorumuş oldu və artıq bundan sonra Azərbaycan tərəfinin də sülhə getməmək, atəşkəsə getməmək oyunlarının bir mənası yoxdur. Sülh məsələsi getdikdən sonra bunun üçün Zəngəzur məsələsini ortaya qoydular. Zəngəzur məsələsi sülh məsələsinə heç bir dəxli olmayan bir məsələdir. Zəngəzur məsələsi sülh sazişindən sonra artıq bu işlənəcək və işlənib həyata keçiriləcək. Ermənistanın Zəngəzur yolunu açmaqdan başqa yolu yoxdur. Açmayıb nə edəcək? Onsuz da blokadanın içində. Gedib ölmək istəyir ölsün. Zaten bizim Zəngəzur yolumuz İrandan da açılır. İrandan hazırdır. Mən bunu sizə çəkib göstərmişəm. Yəni nəyə qazanacağıq ki, tutaq ki, onlar özləri bunu yalvarıb açacaqlar. Necə ki, bu günlərdə yalvarırlar. Sizi aldadırlar, ona görə də aldanmaq məsələlərinə inanmayın. Təşəkkür edirəm.